Bəs bu Viagra tipli dərmanlar var da, cinsi istəyi artıran dərmanlar. Bunlarda nə baş verir? Testosteron artırmı onda? Ümumiyyətlə stimulyatorlar həm psixi, həm fizioloji, həm cinsi fəaliyyətə təsir edən dərmanlardır. Bunlar molekulalardır və bunlar kimyəvi tərkibə malikdir və onları da həkim göstərişi olmadan istifadə etmək olmaz. Baxmayaraq ki, bizim apteklərdə onlar açıq satışdadır. Ancaq çox vaxt biz o dərmanlardan istifadə edilən gənclərin, cavanların sonda həyatlarını hətta belə itirdiklərinin şahidi olmuşuq ki, onlar bu stimulyatorun köməyi ilə çalışırlar ki, öz performanslarını artırsınlar, cinsi fəaliyyətlərini lap maksimum həddə çatdırsınlar və nəticədə ürək-damar sistemi buna tab gətirə bilmir. Çünki qəbul edilən o bayaq dediyim sildenafil və o qəbuldan olan dərmanlar ki var, bunların hər biri orqanizmə daxil olduqda orada kəskin şəkildə testosteronun yox, orqanizmin özünün cinsi funksiyasını artırır. Yəni bu dərmanlar testosteronu artırmır. Onlar birbaşa mövcud testosteron belə deyək səviyyəsini oynadır da yerindən. Daha tez istifadə edir. Onlar süni şəkildə ereksiya yaradırlar. Yəni ki, ereksiya o deməkdir ki, cinsi orqana həddən artıq böyük kütlədə deməli qan gəlir. Bəli, bunu biraz kobud şəkildə izah edəcək. Bunun nəticəsində spontan ereksiya yaranır. Və yaranan spontan ereksiya nəticəsində həmin şəxs öz cinsi funksiyasını icra edir. Amma bir müddətdən sonra qəbul edilən o dərmanın konsentrasiyası qanda qaldığına görə o uzun müddətli təsiri onun davam edir. Yəni bəzi preparatlarda bu 24 saat, bəzilərində 36 saata qədər davam edə bilər. Və həmin dövrdə ürək-damar sisteminin kəskin şəkildə işləməsi, yəni ki, onun normalda məsəl üçün deyək ki, 80-90 əgər nəbz vurmalıdırsa, bu adamda 120-150 nəbz vurur. Bu bilirsiniz nə deməkdir? Eyni zamanda ürək çırpıntısı, bunlarda arterial təzyiqin qalxması, digər mənfi hallar da müşahidə olunur ki, bəzən heç təcili yardım gəlib çata bilmir. Ona görə mən demək istəyirəm ki, bizim gənclər, orta yaşlı nəslin nümayəndələri bu dərmanlarla biraz ehtiyatlı olsunlar və belə ürəkləri istədi getdiyi, aldıq, içdiyi və yaxud da ki, hansısa bir öz tərəf müqabilləri, belə deyək də, qarşı tərəfin istəyi ilə bunu eləmələri sonda onları acınacaqlı vəziyyətə sala bilər.